İkinci hardasa bu bir ildir, bir il olar, bəlkə də bir ildən çox olar. Nə bilim, vallahi elə bərbat vəziyyətdə görürsünüz də, özünüzdə çəkişdə görürsünüz ki, çatlayıbdır. Bir nə burada da uşaqlar oynayır. Yəni uşaqların əylənmək yeri yoxdur, yəni oynamaq yeri yoxdur. Belə xahiş edirəm, aidiyyəti qurumlara gəlsinlər, nəzarət eləsinlər. Mən burada yaşayıram 5-ci miqramda. Mən istəyirəm ki, bu ev sökülsün, skamyaka qoyulsun, işıqlandırma olsun, attraksiyonlar olsun ki, yəni uşaqlar əylənməsin. İtlər burada, itlərin əlindən axşamda durmaq olmur. Bizə istəyirik ki, burada qəşəng şəhərci, balaca bir park salınsın, şəhərci salınsın da. Bizə heç istəmirik. Kiçik bir şəhərci salınsa lap yaxşı olar. Neçə dəfələrlə icra nümayəndələrinə, bələdiyyə sərdinin özü də bilir ki, yəni burada qanunsuz ev tikibdir. Məhkəmə də deyir ki, gərək bizim deyir, qanunsuz sökülmək. Gərək biz deyir, icazə verək ki, sonunuzda bu ev sökülsün. Biz də istəyirik ki, burada qəşəng park salınsın, uşağı kələ-kötür yolla aparıram, Allah'ın da olsun. Mən də burada saxlayaram uşağı, qoca adamam. Mən istəyərəm, şəxsən böyük icra hakimiyyətindən yalvarıram, xahiş edirəm. Burada bir park salınsın. Bu evdə, nə bilim, valla bilmirik kimdir ki, söktülər sonra. Belə barı stadı var, gəldilər, danqıratına söktülər.